Kütlə qarşısında çıxış etmək lazımdır. Adınız çəkilir. İlk addımı atırsınız. Zal sərin olsa da bədəniniz birdən-birə istilənməyə başlayır. Ürək döyüntüsü sürətlənir. Nəfəs dəyişir. Nə baş verir? Heç bir fiziki təhlükə yoxdur. Amma beyin bu vəziyyəti riskli sosial vəziyyət kimi qəbul edir. Bu zəiflik deyil, bu sistemin bizi performansa hazırlamasıdır. Gəlin kürsüyə çatana qədər olan o 10 addımı idarə edək. Özünüzə deyin, bu həyəcan zəiflik deyil, bu bədənimin enerjisidir. Auditoriyanı düşmən kimi yox, diqqət göstərən insanlar kimi qəbul edin. Onlar sizi gözləyirlər. Baxış sahəsini genişləndirin. Zalın sağ və sol künclərini eyni anda görməyə çalışın. Bu, sinir sistemini sakitləşdirir. Nəfəsi dərin və yavaş alın verin. Xüsusilə nəfəsi uzatmaq ürək ritmini stabilləşdirir. Çiyinlərinizi aşağı salın. Bədən rahatlaşdıqca beyin də təhlükə yoxdur siqnalını alır. Əllərinizi sıxmamaq vacibdir. Açıq və rahat əllər gərginliyi azaldır. Fokusunuzu dəyişin. Mən necə görünürəm yox, mən nə dəyər qatıram. Yüngül təbəssüm əlavə edin. Bu emosional vəziyyətə real təsir göstərir. Bu çıxışı imtahan kimi yox, paylaşım kimi qəbul edin. Kürsüyə və ya səthə qısa bir fiziki təmas qurun. Bu, diqqəti bədənə qaytarır və stabillik yaradır. Gördüyünüz kimi, bu addımlar sadəcə bir davranış deyil, sinir sisteminə yön verilmiş siqnallardır. Siz bədəni idarə etdikcə, beyin də sakitləşir və o, daxili gərginlik kontrollü enerjiyə çevrilir. Unutmayın, kürsü sizə hakim deyil, siz kürsüyə hakimsiniz. İndi bir sual, siz çıxışdan əvvəl ən çox harda ilişirsiniz? Fikirlərdə, yoxsa bədəndə? Yazın, birlikdə analiz edək.